Bir bank, Emon, bir market və minlərlə bir bonus partnyorundan bonus qazanıb, hətta o bonusları xərcləməklə 1001 şanslı qalibdən biri olub, Toyota Corolla avtomobilini də qazana bilərsiniz. 1 oktyabr, 15 noyabr tarixlərində bir bonus qazandıran ödəmə və bonusdan edilən xərcləmələr bir nəfərə Toyota Corolla, 100 nəfərə 200 bonus, 200 nəfərə 100 bonus, 300 nəfərə 50 bonus və 400 nəfərə 20 bonus qazandıracaq. Bilməyənlər üçün qeyd edeyim ki, bir bonus nağlaşdırılmadan xərcləndiyi halda 1 manat ekvivalentində hesablanır. Bəs bu lotereyada necə iştirak edə bilərik? Yarışda iştirak üçün mütləq qaydada ekranda gördüyünüz linkə daxil olub, bir ekosistemdə istifadə etdiyiniz mobil nömrə ilə şəxsi kabinetə daxil olaraq lotereyada iştirak et düyməsini sıxmaq lazımdır. Bu zaman açılan ekranda ödəniş və bonus xərcləmələrinə görə şanslarınız görünəcək. Bir bonus bir ekosistemini əhatə etdiyi üçün bir bank, Emon, bir market və bir bonusun minlərlə partnyorlarında edilən alış-verişlər bizə həm bonus, həm də lotereyada iştiraka şans qazandırır. Lotereyada bir iştirak şansı üçün bir bank tətbiqindən bir bonus qazandıran kateqoriyaları seçib, həmin kateqoriyalar üzrə minimal 5 manat xərcləmək lazımdır. Bu məbləğ və üzəri edilən hər bir transaksiya bonusla yanaşı lotereyada iştiraka bir şans da əlavə edir. Eyni qayda ilə Emon tətbiqində edilən minimal 5 manat və üzəri QR ödənişlər bir şans. Bir marketdə ödənilən 5 manat və daha yuxarı məbləğlər isə nə az, nə çox düz 10 şans qazandırır. Bundan başqa bir bonusun minlərlə partnyorunda etdiyiniz minimal 5 manatlıq ödənişlər də lotereya şansınıza daha birini əlavə etmiş olur. Lakin şanslar bununla bitmir. Etdiyiniz bonus xərcləmələri ilə də şansları artırmaq mümkündür. Bunun üçün bir bank, Emon və partnyorlarda minimal 0.5 bonus, yəni 50 qəpik ekvivalentində bonus xərcləmək lazımdır. Bura bonusla edilən televiziya, internet, kommunal, Bakı kart və digər ödənişlər, eləcə də partnyorlara ödəmə zamanı bonusdan silinmələr daxildir. Bu xərcləmələr isə hər transaksiya üçün əlavə bir şans deməkdir. Bir marketdə isə məsələ yenə fərqlidir. Burada 0.5 bonus xərcləməsi az əvvəl qeyd etdiyim qayda ilə bir yox, əlavə 10 şans gətirəcək. Beləliklə 15 dekabr tarixində keçirilən təsadüfi seçimdə yığılan şanslarınız sizi 1001 qalibdən birinə, ən əsası isə Toyota Corollanın sahibinə çevirə bilər. Belə dostlar, ümid edirəm qaydalar tam aydın oldu. Rəydə isə kabinetinizə daxil olub şans sayılarınızı sir deyilsə bizimlə bölüşə bilərsiniz.